Bu müəllimə 5-ci gün evlə dərs verir ki, altı vxadnoya nəfəs ala bilməyə ya. Anca eləyirik vxadnoy gəlsə 12-də qutarır dərslərimiz. Bu 5-ci gün isə buna dərs verməsin. Uşaq altı vxadnoya bir nəfəs alaydı. Uşaq yox, ana nəfəs alsın. Başı mən qrupa səs atdırmalıydım. Mama mən nə edeyim? Götürmə məktəbdən, girməyimlər məktəbə. Sən də əldən getsə dərsə getməməsi, dayanın. Salam əziz müəllimə, sizə də bir şey öyrətmək kimi olmasın. Amma olar ki, bu 5-ci gün evə çox test verirsən, dərs verirsən, nə qədər tapşırıq verərlər. Bu altı vxadnoya mən mamamgilə getmək istəyirəm, mamamgilə. Gedə bilmirəm, çünki dərslər qurtarmır. Xahiş edirik sizdən, biz valideynləri də nəzərə alın. Göndərdim müəllimənin qrupuna. Hə, mama, şeir elə öyrənməliyik, esse yazmalıyıq, məsələ öyrənməliyik. Sonra bu tapşırıqları eləməliyik, test verib evə. Bildi. Bunu bir gün çatdıra bilməyəcək. Bunu ancaq 6 vxadnoy gecənin bir yarısı qutaracaqdı. Bunu indi başladı. Mama 3 gün burdadır. 5, 6 vxadnoy. Allah bu müəllimlərə biz şey versin, insaf versin, heç nə demirəm. Riyaziyyat dilimi tez elə. Riyaziyyat dili yox, riyaziyyat. Babadan səhv tutma. Hə, mama, yaxşı, indiki dərsimiz budur, sən başıma girən deyil. Mən başıma girəndir, ana ilə gör necə danışır. Səni elm ocağında belə danışmaq öyrədir. Mən səni göndərirəm ki, bir elmdən gedib zay olub deyir, ana başıma girəndir. Gülmə. Tez elə başda inansa başımın burasına elə bir var. İstiyor da ki, buram yanır, təpəm yanır, tez elə. Mama, onlar sənə bir şey deyim, amma pis düşmədi. Yox, niyə pis başa düşürəm ki? Mən hazırlığa qoy, sən də can dingəlsin, mənim də. Mənim niyə? Mənim evdə dərs verib hazırlığa sənə bir müəllimlərə paylamaya pul var. O qədər bir ilanım var sənin. Hə, sənə görə məktəbdə mənə barmaqla göstərirlər. Pis şeydir, barmaqla göstərirlər. Mən nümunəvisən. Sənə görə bir-birlərinə dəyib. Niyə? O belə cavablarıma görə. Çünki səviyyə orada durdu ki, necə məntiq tapıram bütün dərslərdə. Nə bilim, müəllimlər deyir ki, sən belə səhv-səhv cavablarını bilmirəm hara girəcəksən. Girəcəksən məktəbə, darıxma. Sən ən gözəl texnikumlarda oxudacağam səni. Ən gözəl. Amma mənə texnikum lazım deyil, universitetə girmək istəyirəm mən. Ay universitet ay texnikum nə işi var? Axırda bankda işləyəcəksən də. Evlə tarix müəllimləri, evlə kənd bankı, axırda bankda düzəltəcək bir bankda bir oturacaq bir şey işləyəcəksən də, kredit verəcəksən. Mən bank istəmirəm. Və nə, bütün yerin hər şey bankda işləyəcəksən, narahat olma, danış eləmə. Qrupdan da şeylər gəlir, 5 dəqiqə, tezər əsəblərim var, acil oğlanda oldu, harda. Mama, hə, Azərbaycan dilindən mamış, məmiş şəkilçiləri ilə söz düzəltməyə verib. Nə verib? Mamış, məmiş şəkilçiləri ilə. Mamış şəklincə? Yox, söz düzəltmək. Mamış məmişdən? Hə. Mən düzəldirəm. Hə. Əxlaqlı olun. Allah haqqı, mama, müəllim elə dedi. Bir dəqiqə mən o fəlakəti yığım dəqiqə, fəlakət idi. Məlakət idi. Fəlakət olar. Ürəyimə baxsa. Salam Melekim fəlakət müəllimə. Salam Melekim. Gülbanının anasıdır. İnanırsınız, bax, mən indi deyəcəksiniz ki, bu valideyn düzgün danışmır. Azərbaycan dili müəlliməsi uşağa ev tapşırığı verib ki, anın mamışla məmişin şəklini çəksin, göndərsin. Mən nəyin şəkli, mamış məmiş şəkil, yox, siz də deyirsiniz də şəkilçidir. Ay bacı, ay müəllimə, uşağa nə öyrətsiz elm ocağında? Ay, siz də eyni mamış məmiş şəklin harada? Google'dan yazsam çıxar. Adı verdim mən üstümə. Mamış məmişə görə. Hə, mamış məmişə söz düzəldəcəyik də indi. Nə düzəl mamış məmiş qısa ayır deyə. Yaz ora. İnanırsan şəkkim hara çıxdı? Mama, hər şeydə yozmasın olmaz. Yozmuram. Mamış məmişin şəklini çək, onu göndər, gör necə göndər. Yaz. Necə şəklini çəkə, mən şəkil çəkə də bilmirəm. Yaz ora. Ver özüm yazıram, ver mənə dərə küçükən evdə. Əziz müəllimə, vicdanım əl vermədi. Mən burada mamış məmişin şəklini çəkib uşağa göndərməyəm. Dəqiqədəyəm. Nə lazımdır belə bir şeylər uşaqlara öyrədirsiniz. Google'da yazdım, başqa şeylər çıxdı. Qınadım. Qolda çəkdim. Gələm. İnan ətimin tüklərim, baba. Viz oldu ya. Biz uçdu göylərəyi. Nə deməkdir bu qısa? Mamış-mamışın şəklincə. Nə deməkdir bu? Mama, bax, mamış məmişlə görməmiş, almamış. Mənə deyirsən görməmiş? Yox, bax, indi görməmiş. Bax, belə məmiş şəkilçisi var orada. Mən nəyi görmüşəm, hər şey məmişdir. Bax, bilməmiş. Bilməmiş, yox. Mamışın şəklini çək özdə. Eybi yox. Qoy, mən görməmiş olum, bilməmiş olum. Qoy, eybi yox, savadsız ol.
Qoy mənə görə sən varmaq üstə göstərsinlər. Eybi yox. Amma anıva, vicdanına bax, əxlaqına bax, anıva. Bax. Bu kişiyə bax. Bu kişi də şokda qaldı, mən də. Amma Azərbaycan dilinə əlaqəsi yoxdur ya. Bunun hər nəylə əlaqəsi var. Bu olmasaydı bizim indi evimizdəki texnikumlar olmazdı. Bildin? Valideynlər qrupuna qoy səs atıb. Fədakar ana şeyin mətnini verib. Adamım, bəlkə mənli idi. Fədakar ana. Avstraliyada dəhşətli quraqlıq başlamışdı. Niyə Avstraliyadan soxublar axı? Azərbaycanda yazdı Avstraliya. Fədakar ana Avstraliyada olur, bizdə yoxdur. Hə, deyir, meşədə yaşayan heyvanlar su tapmaq üçün kəndlərə üz tusandılar. Kəndlər isə suyu göz bəbəyi kimi qoruyurdular. Su tükənməyi və bərpa olunan bilən təbii sərvət idi. Onlar həm özə nə isə bala, kenguru, bu olan ana şeydir, fədakar ana kengurudur. Bala kenguru su ilə əz-gözlük içməyə başladı ki, az qala suyun içində düşəcəkdi. Ana kenguru isə yalvarış dolu gözlərlə kəndini zilləyib durmuşdu. Bala doyunda içi verib. Fədakar ana kenguru imiş ki. Mən də elə biləm normal anadan. Azərbaycan dərsində kengurudan bəhs edir. Normal ana. Bunu yazanda birinci Azərbaycandan başlayaydılar. İkinci də belə fədakar analarımız var ki, məsələn mən. Dərsə başlasanlar ana. Hekayə kengurudan gedir. Fədakar ana kenguru imiş. Kenguru da fədakar ana adını aldı. Mən yox. Mənə hələ şey deyirlər. Kitabı bağlar, fədakar anın geyləsin, biraz qrupa səsəsin. Salam, səsim dəyişim. Salam əziz valideynlər. Mən qızıma dərs izah edirəm. Səsivə nə oldu? Qrup səsində imkan ver. Mən uşağa dərs izah edirəm. Orada görürəm ki, mamış şəkilçisin deyir, şəkil çəkin atın. Qızlar, zəhmət olmasa siz necə eləmişsiniz? Onu bir dənə qrupa atın, baxaq da. Atsınlar görək nədir da? Yox, mamış. Özümü bir savat kimi də qələmə vermək istəmirəm, bir şey olsun, bildin? Atacaq İndi atsalar nə olacaq? Əziz bacılar, zəhmət olmasa atın, mən bilmək istəyirəm, görüm necədir. Qoy atsınlar, görək necə olur. Mən yaxşı olur, mən bilmirəm, mamış nədir, şəkil çək at qrupa. Qrup əlimdə qalmış amma, hələ qalır, cavab verən yoxdur. 11 olmamış qrupa baxan yoxdur. Səhər baxın. Əziz valideynlər, zəhmət olmasa qrupa baxın da. Mən indi səs göndərmişəm. Bir də baxacağım ki, 11-də cavab verəcək. Biz indi dərslərimizi indi edirik ki. Bağlı dərs və alt xadnoya günü başlayar eləməyə. Əsəblərim korlandı.